Prognoz TV kanalına hoş gelmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Bugün fevral ayının 4 iyul 2026 ilə aid olan bürcləri təqdim edirəm. Buyurun. Qoç. Çox şeyə nail olacaqsınız. Yaradıcı enerjinin artırılması sizə ən mürəkkəb və qeyri-adi işlərin öhdəsindən tez gəlməyə imkan verəcək. Həddindən artıq həssaslıq bəzən başqalarının hisslərini və maraqlarını asanlıqla başa düşməyə kömək edəcək, lakin bəzi hallarda küskünlük və əsəbiliyə də səbəb olacaq. Buna görə də özünüzü idarə etmək və sağlam düşüncədən istifadə etmək çox vacibdir. Axşam saatlarında bəzi qoçlar məişət problemləri ilə məşğul olmalı olacaqlar. Qohumlarla uzun müddət davam edən münaqişələr sizə özlərini xatırlada bilər, amma istəsəniz hər şeyi tez və hər kəsi qane edəcək şəkildə həll etmək olar. Günün ikinci yarısında iş və şəxsi həyat arasında tarazlığı qorumaq asan olmayacaq. Planlarınız qəfil dəyişə bilər, lakin çevik davransanız, bundan da xeyir götürəcəksiniz. Maddi məsələlərdə tələskən qərarlardan çəkinin, cazibədar təkliflər gözlənildiyi qədər sərfəli olmaya bilər. Daxili səsinizə qulaq asmaq faydalı olacaq, amma faktları da nəzərdən qaçırmayın. Gün ümumilikdə məhsuldar və düşündürücü keçəcək. Özünüzə biraz vaxt ayırmaq, sevdiyiniz işlə məşğul olmaq və ya sadəcə sakit bir mühitdə dincəlmək emosional balansınızı bərpa etməyə kömək edəcək. Sabah üçün yeni ideyalar və planlar formalaşa bilər. Buğa, gün çox asan olmayacaq. Başqaları ilə münaqişələrdən qaça bilməyəcəksiniz. İlk növbədə başqa insanların çatışmazlıqlarına qarşı dözümsüzlüyünüz rol oynayacaq. Ancaq öz mənfi emosiyalarını cilovlamağı bacaran buğalar tez bir zamanda sülh münasibətlərini bərpa edəcək və bütün ziddiyyətləri həll edəcəklər. Əzmkarlıq və qətiyyət bir çox vacib işlərin öhdəsindən gəlməyə kömək edəcək. Maliyyə məsələlərində ehtiyatlı olmaq faydalı olacaq. Gözlənilməz xərclər yarana bilər, lakin panikaya düşməyin. Vəziyyəti soyuqqanlı qiymətləndirsəniz, itkilərin qarşısını ala biləcəksiniz. Böyük alış-verişləri və riskli investisiyaları bir qədər sonraya saxlamaq daha məqsədə uyğundur. Şəxsi münasibətlərdə də hər şey hamar getməyə bilər. Yaxınlarınızın sözlərinə həddindən artıq həssas reaksiya verməməyə çalışın. Əkizlər, günün başlanğıcı uğurlu olacaq, ona görə də fürsəti qaçırmayın. Son dərəcə israrlı və qətiyyətli olacaqsınız ki, bu da bütün məqsədlərinizə çatmağınıza kömək edəcək. Bir çox əkizlər son dərəcə inandırıcı olacaqlar, buna görə də ciddi məsələləri müzakirə etmək, danışıqlar aparmaq və ictimai çıxışlar üçün əlverişli məqamdır. Nüfuzlu himayədarların və sadiq müttəfiqlərin meydana çıxması mümkündür. Günün ikinci yarısı müəyyən çətinliklər gətirəcək. Onlar ilk növbədə başqaları ilə münasibətlərə aid olacaqlar. Sevdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olmaq həmişə mümkün olmur. Sözləriniz düzgün anlaşılmaya bilər, buna görə də emosiyalara qapılmadan fikirlərinizi sakit və aydın ifadə etməyə çalışın. Tələsik qərarlar vermək və kəskin reaksiyalar vəziyyəti daha da gərginləşdirə bilər. Axşam saatlarında diqqətinizi gündəlik, sadə işlərə yönəltmək faydalı olacaq. Bu, düşüncələrinizi toparlamağa kömək edəcək. Günün sonunda kompromisə hazır olsanız, münasibətlərdə balansı bərpa etmək mümkün olacaq. Özünüzə biraz vaxt ayırmaq və dincəlmək də vacibdir. Xərçəng, gün çox rəvan başlamayacaq. Gücünüzü toplamaq və işə hazırlaşmaq sizin üçün çətin olacaq. Xoş işlərlə məşğul olmaq və lazım olanları sonraya qoymaq istəyəcəksiniz. Bu impulslara təslim olmamağa çalışın, özünüz üçün biraz səy göstərin, səyləriniz mütləq bəhrəsini verəcək. Bəzi insanlar verdiyi vədləri unudacaq və bu, gözlənilməz fəsadlara səbəb olacaq. Bununla belə, hər şeyi olduqca tez sıralaya bilərsiniz. Günün ikinci yarısı məşğul və məhsuldar olacaq. Əksər xərçənglər planlaşdırılan hər şeyin öhdəsindən gələ biləcəklər. Axşamı yaxınlarınızın əhatəsində keçirməyə dəyər. Axşam saatlarında səmimi söhbətlər ruhunuzu rahatladacaq, köhnə inciklikləri geridə qoymaq üçün yaxşı fürsət yaranacaq. Duyğularınızı gizlətmədən bölüşsəniz, sizi anlayan insanların dəstəyini hiss edəcəksiniz. Günün sonunda daxili tarazlığı bərpa etmək və özünüzü daha güvənli hiss etmək mümkün olacaq. Kiçik istirahət və xoş məşğuliyyətlər növbəti günlər üçün enerji verəcək. Şir, bu, qarşınızda ən asan gün deyil.
Səhər ətrafınızdakı insanlar xırda səbəblərdən diqqətinizi yayındıracaqlar, ona görə də diqqətinizi işə cəmləmək çətin olacaq. Özünüz həll edə biləcəyiniz məsələləri həll etmək daha yaxşıdır. Həmkarların köməyinə ümid etməməlisiniz. Onlar sizdən imtina etməyəcəklər, lakin siz tapşırığı yerinə yetirməkdənsə izahat və təlimatlara daha çox vaxt sərf edəcəksiniz. Kiçik uğursuz təsadüflər əksər şirlərin əhvalını pozacaq. Dostlarla xoş axşam və ya sevdiyiniz insanla romantik görüş emosiyalarınızın öhdəsindən gəlməyə kömək edəcək. Axşam saatlarında diqqətinizi sizi ruhlandıran şeylərə yönəltmək faydalı olacaq. Səmimi söhbətlər və xoş atmosfer daxili gərginliyi azaldacaq, özünüzə olan inamı bərpa edəcək. Günün sonunda emosional balansı tapmaq və gələcək planlar haqqında sakit düşünmək mümkün olacaq. Kiçik sevinç anları bu günü daha müsbət notlarla tamamlayacaq. Qız, anı ələ keçirin. Günün başlanğıcı son dərəcə əlverişli olacaq, ona görə də bu zaman bütün vacib məsələləri həll etməyə çalışmaq daha yaxşıdır. Uzun müddətdir rəqiblərlə belə ümumi dil tapmaqda yaxşı olacaqsınız. Onlardan bəziləri sənin tərəfinə keçəcək və sadiq müttəfiqlərə çevriləcək. Bir çox qızlar əhəmiyyətli maliyyə rifahı yaşayacaqlar. Mümkündür ki, işgüzar münasibətlər romantikaya çevrilə bilər. Axşama doğru çətinliklər yığılacaq və onların hamısının öhdəsindən tez bir zamanda gələ bilməyəksiniz. Əhəmiyyətli bir şey etməməlisiniz, fəaliyyətinizi məhdudlaşdırmaq və xoş bir şey etmək daha ağıllı olardı. Günün sonunda emosional yüklənmə özünü göstərə bilər, buna görə də özünüzə qarşı daha anlayışlı olun. Xırda səhvlərə və gecikmələrə həddindən artıq əhəmiyyət verməyin, hər şey öz vaxtında yoluna düşəcək. Sakit mühit, sevdiyiniz məşğuliyyət və ya yaxın bir insanla ünsiyyət daxili rahatlığı bərpa etməyə kömək edəcək. Dincəldikdən sonra vəziyyətə daha aydın baxacaq və növbəti günlər üçün düzgün qərarlar verə biləcəksiniz. Tərəzi, çox şeyə nail olacaqsınız. Qlobal nailiyyətlər gözləməməlisiniz, ancaq planlaşdırılan hər şeyin öhdəsindən uğurla gələcəksiniz. Əksər tərəziləri qarşıda çoxlu ünsiyyət gözləyir və onlar müxtəlif həmsöhbətlərə asanlıqla yanaşma tapacaqlar. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaqlar və bu, xüsusilə onların enerjisini düzgün istiqamətə yönəltsəniz, son dərəcə vaxtında olacaq. Axşam saatlarında çoxdan gözlənilən xoş xəbəri almağınız mümkündür. Ziyarətə gedə və ya dostlarınızı öz yerinizə dəvət edə bilərsiniz, xoş emosiyalara zəmanət verilir. Günün sonunda daxili harmoniya hissi güclənəcək. Son vaxtlar sizi düşündürən məsələlərə daha aydın gözlə baxa biləcəksiniz. Səmimi ünsiyyət və isti atmosfer münasibətləri möhkəmləndirəcək, gələcəyə dair nikbin əhval-ruhiyyə yaradacaq. Axşamı tələsmədən, zövq alaraq keçirmək sizə həm emosional rahatlıq, həm də yeni enerji verəcək. Əqrəb, sizi son dərəcə əlverişli gün gözləyir. İlham və güc artımı hər hansı bir işin öhdəsindən gəlməyi asanlaşdıracaq və həvəs başqaları üçün yoluxucu olacaq. Cazibədarlığınız artacaq, buna görə də digər insanlar sizi yarı yolda məmnuniyyətlə qarşılayacaqlar. Bəzi əqrəblər ofis romantikasına başlayacaqlar ki, bu da onların iş nəticələrinə mənfi təsir göstərməyəcək. Kiçik, lakin xoş hədiyyələr almaq mümkündür. Yaradıcılıq qabiliyyətləriniz üzə çıxacaq, hətta heç vaxt buna xüsusi meyil göstərməmisinizsə belə. Yeni şeylər öyrənmək, qeyri-adi şeyləri mənimsəmək üçün yaxşı andır. İlk nəticələr sizi gözlətməyəcək. Günün ikinci yarısında təşəbbüs göstərməkdən çəkinməyin, cəsarətli addımlar gözlədiyinizdən daha yaxşı nəticələr verə bilər. Daxili intuisiyanız güclənəcək və düzgün qərarları vaxtında verməyə kömək edəcək. Axşam saatları həm ünsiyyət, həm də tək qalaraq düşünmək üçün əlverişlidir. Günün sonunda özünüzlə qürur duymaq üçün kifayət qədər səbəbiniz olacaq və bu əhval-ruhiyyə yaxın günlərə də müsbət təsir edəcək. Ox atan, gününüz xeyirli olsun. Dürüstlük və birbaşalıq sayəsində hər şeylə tez razılaşacaq və qeyri-müəyyənliklərdən və anlaşılmazlıqlardan qaçacaqsınız. Müxtəlif insanlarla ortaq bir dil tapmaq asan olacaq və eyni zamanda əhəmiyyətsiz xırda şeylərlə diqqətinizi yayındırmayın. Əksər ox atanlar son dərəcə enerjili və iddialı olacaqlar və ən yaxşı tərəflərini nümayiş etdirə biləcəklər. Kifayət qədər səy göstərərək gələcək uğur üçün möhkəm təməl qoya bilərsiniz. Axşam saatlarında yaxınlarınızla ünsiyyətdə diqqətli və zərif olun.
Diqqətsiz bir zarafat və ya düşünülməmiş bir ifadə dəyər verdiyiniz birini incidə bilər. Günün sonunda sakit və harmonik bir mühit yaratmağa çalışın. Özünüzü və başqalarını dinləmək, kiçik diqqət göstərişləri münasibətləri möhkəmləndirəcək. Axşam saatları rahatlamaq, sevdiyiniz məşğuliyyətlərə vaxt ayırmaq və pozitiv enerji toplamaq üçün əlverişlidir. Beləcə, sabah daha inamlı və motivasiyalı başlayacaqsınız. Oğlaq, əhəmiyyətli işləri sonraya qoymayın. Səhər son dərəcə məhsuldar olacaq, şərait sizin xeyrinizə işləyəcək. Başqaları ilə qarşılıqlı anlaşmaya nail olmaq həmişəkindən daha asan olacaq. Bir çox oğlaqlar güc və enerji ilə dolu olacaqlar, buna görə də uzun müddət qeyri-mümkün görünən işlərin öhdəsindən gələcəklər. Gələcək üçün yaxşı zəmin yaratmaq mümkün olacaq. Günün ikinci yarısı sakit keçəcək. Bu zaman ciddi layihələrə başlamamalısınız. Ailənizə, dostlarınıza, sevdiyiniz insana vaxt ayırın. Bu sizə çoxlu xoş anlar gətirəcək. Axşam saatları istirahət və rahatlama üçün ideal olacaq. Səmimi söhbətlər, kiçik əyləncələr və ya sevdiyiniz fəaliyyətlər ruhunuzu canlandıracaq. Günün sonunda həm iş, həm də şəxsi həyat balansını qorumaq mümkün olacaq və özünüzü daha enerjili və motivasiyalı hiss edəcəksiniz. Bu, növbəti günlər üçün möhkəm başlanğıc yaradacaq. Dolça sizi gözəl gün gözləyir. Yüngüllük və emosional yüksəliş bir çox problemi həll edəcək. Qlobal nəticələr əldə edə bilməyəcəyiniz ehtimalı azdır, lakin bütün cari narahatlıqların öhdəsindən uğurla gələcəksiniz. Bəzi dolçalar təkcə iş tapşırıqları ilə deyil, həm də məişət problemlərinin həlli ilə məşğul olmalı olacaqlar. Bununla belə yorucu olmayacaq. Vaxt və enerjini düzgün paylamaq, hər şeyi idarə etmək və hər şeyi ən yaxşı şəkildə etmək mümkün olacaq. Günün ikinci yarısında yeni mövzuları başa düşmək və qeyri-adi bacarıqlara yiyələnmək əla olacaq. Qazandığınız biliklər uzun müddət sizinlə qalacaq və tezliklə faydalı olacaq. Axşam saatları sakit keçəcək, siz həm keçmiş işləri dəyərləndirmək, həm də gələcək planlar üçün fikir yürütmək imkanına malik olacaqsınız. Yaxınlarınızla ünsiyyət və ya sevdiyiniz məşğuliyyətlər enerji və ruh yüksəkliyi verəcək. Günün sonunda əldə etdiyiniz uğurlar və yeni biliklər sizi məmnun edəcək, daxili tarazlığınızı qorumağa kömək edəcək. Beləcə, sabah daha inamlı və motivasiyalı başlaya biləcəksiniz. Balıq, səhər hər şey yaxşı getməyəcək. Biraz həssas və əsəbi olacaqsınız. Xırda anlaşılmazlıqlara diqqət yetirmək iş nəticələrinə ən yaxşı təsir göstərməyəcək. Başqaları ilə ortaq dil tapmaq asan olmayacaq. Bəzi balıqlar çox tələsik olacaqlar və bu səhvlərə səbəb ola bilər. Siz düzəlməz nəticələr gözləməməlisiniz, lakin bəzi çətinliklər istisna edilmir. Axşama doğru hər şey yaxşılığa doğru dəyişəcək. Bir çox yeni şeylər öyrənə, mürəkkəb məsələləri başa düşə və başladığınız hər şeyi tamamlaya biləcəksiniz. Axşam faydalı insanları ziyarətə dəvət etmək üçün əlverişlidir. Axşam saatları sizi sakitləşdirməklə yanaşı, yaradıcı ideyalar üçün də əlverişli olacaq. Yeni hobbiyə başlamaq və ya uzun müddətdir planlaşdırdığınız kiçik layihələri irəli aparmaq üçün mükəmməl zamandır. Səmimi söhbətlər sizə emosional rahatlıq verəcək və gözlənilməz bir müsbət xəbər sizi sevindirə bilər. Günün sonunda özünüzü yenilənmiş və daha enerjili hiss edəcəksiniz, bu da yaxın günlərdə uğurlar üçün güclü zəmin yaradacaq.